Hər vaxtınız xeyir əziz izləyicilər, kanalımıza abunə olub like etməyi unutmayın. Salam 102 Xəbər Info və Inform Xəbər TV izləyiciləri. Bugün biz Goranboy rayonunun Qızılacılı qəsəbəsində 14 il vətənə sədaqətlə xidmət etmiş Mehdi Mehdiyevin ailəsində qonağıq. Buraya gəlməyimizin məqsədi 102 Xəbər Info və Inform Xəbər TV rəhbəri Azər Xudayaroğlu'nun vasitəsilə veteranımızın müraciətini aidiyyatı dövlət qurumlarına çatdırmaqdır. Mehdiyev Mehdi 44 günlük vətən müharibəsində işğaldan azad olunmuş torpaqlar uğrunda gedən döyüşlərdə iştirak etmiş və həmin döyüşlər zamanı baş nahiyəsinə aldığı güclü dalğa nəticəsində ağır kəllə beyin travması almışdır. Aldığı zədənin nəticəsi olaraq illərdir şiddətli və davamlı baş ağrılarından əziyyət çəkir. Veteranımız Bakıda, Gəncədə və Goranboyda dəfələrlə həkim müayinələrində olsa da, müalicəsində ciddi irəliləyiş əldə edilməyib. Biz bugün sizə onun tibbi sənədlərini, həkim rəylərini, eləcə də cənab Prezident İlham Əliyevin təqdim etdiyi medalların sənədlərini təqdim edirik. 2020-ci ildən bu günə qədər aldığı travmanın fəsadları ilə mübarizə aparan Mehdi bəy ağır dərmanlar qəbul edir. Lakin maddi imkanı məhdud olduğundan bu dərmanları belə nisyə almağa məcburdur. Onun ailə qaldığı 80 manat veteran müavinəti nə müalicəsini, nə də gündəlik ehtiyaclarını kifayət edir. Səhhəti səbəbindən işləyə bilmir və bu günə qədər ona qaziyyət statusu da verilməyib. Təəssüf ki, Mehdi bəyin dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, nə bələdiyyə, nə də icra hakimiyyəti tərəfindən ona hər hansı yardım göstərilməyib. 102 Xəbər Info və Inform Xəbər TV olaraq bu çəkilişimizin əsas məqsədi Mehdiyev Mehdinin həm səhhəti, həm də sosial vəziyyəti ilə bağlı məsələləri aidiyyatı qurumların diqqətinə çatdırmaq və ona dəstək olmasına şərait yaratmaqdır. İndi isə gəlin veteran uğrunda fədakarlıq göstərmiş bu igid insanın öz hekayəsini öz dilindən eşidək. Salam 102 Xəbər Info və Inform Xəbər TV izləyiciləri. Bugün biz Mehdiyevlər ailəsindəyik və 44 günlük vətən uğrunda canından keçməyə hazır olmuş 44 günlük vətən müharibəsinin iştirakçısı Mehdiyev Mehdi dayanır və biz bugün bizim vətənimizin bayrağının uca olmasının səbəbkarı veteranımız Mehdiyev Mehdidir. Nə cür o bizi döyüşdə öz canına keçməyə hazır olmuşdursa, biz də bugün onu çəkiliş eləməyə gəlmişik və onun dərdinə şərik olmağa gəlmişik. Öz ağrısına, acısına dövlətimizdən dəstək gözləyirik. İndi az da olsa özünüz haqqında biraz məlumat verərdiniz, zəhmət olmasa. Siz nə cür dəstək gözləyirsiniz? Onu bir... Mən Mehdiyev Mehdi Məhəmmədoğlu 2009-cu ildən ordu sıralarında könüllü olaraq xidmət etmişəm. Ən öndə gedən hərb hissələrin birində olmuşam. Bütün xidmətim boyda həmişə fərqlənmə nişanları ilə seçilmişəm. Dövlətim tərəfindən bugünkü gün mənə ona görə qayğı göstərilmir ki, mən haqqımı heç kimdən tələb etməmişəm ona görə. Döyüşlərdə 2020-ci ildə başlayan döyüşlərdə mən 44 günlük müharibədə biri 10-cu ay 2020-ci il tarixdə Talışda gedən döyüşlər zamanı idarə etdiyim avtomobil şəxsi heyətlə dolu avtomobil düşmən tərəfindən atılan mərmidən nəticəsində mənim idarə etdiyim avtomobil partlayışa məruz qalmışdır. Və mən avtomobildən bir neçə metr kənarda həmin minamyot mərmisinin dalğasına düşüb, məni atıb kənara. Mən güclü ağrı kəsicilərlə huşumu itirəndən sonra güclü ağrı kəsicilər vurularaq mənim balnisiyaya, xəstəxanaya yerləşdiriblər. 5 gün xəstəxanada huşsuz vəziyyətdə qaldıqdan sonra özümə gələndə mən yenidən qayıdıb döyüşə getmişəm. Çünki həmin xəstəxanada ən ağır qılçası olmayan, qolu olmayan xəstələrə yer olmadığından onlar koridora gətirib yerləşdirirdilər. Mən onu görüb özümə sığışdırmadım. Sadəcə olaraq mənim qanımda olmuşdu da bu mənim ki, özümü elə şey eləyəm. Amma get-gedə zaman keçdikcə mən
təkrarən bu ağrılar məndə baş verir. Mən artıq özümdə olmuram. Hər şeyə əsəbi reaksiya verirəm. Başımda güclü ağrılar olur. Dəhşət güclü deyilməyən dərəcədə mən özümü idarə edə bilmirəm. Hətta avtomobil belə idarə edə bilmirəm. Mənim bir dənə sənətim sürücülükdür. Bu heç bir yerdə də işləyəmə qabiliyyətim yoxdur. Mən zorla ayaq üstə durub hərlənirəm. Uşaqlarımın bir tikə çörəyi üçün nəsə eləmək istəyirəm, eləyə bilmirəm. Əlimdən bir iş gəlmir, başqa bir iş. Mən neçə dəfə müraciət eləmişəm Goranboyların icra başçısına, nə bilim, aidiyyəti orqanı, Qızılazığın kənd sovetinə mən müraciət eləmişəm. Sanki məni, bilirsiniz necə, sən evdə oturub deyir, nəsə tələb edirsən ki, mən sizə gətirim, sənin ailəni mən saxlayım. Mənim məqsədim o olmayıbdır ki, mən kiməsə deyəm ki, mənim ailəmi sən saxla. Mənim ailəmi, nə valideynlərimin ikisini də mən çox gənc itirmişəm. Öz ailəmi, öz ailəmi özüm saxlamışam. Heç kimdən mən nə gedib pul alıb saxlamamışam uşağımı. İndi bugünkü gün mən uşağım nə paltar ala bilmirəm, nə məktəbə gedəndə cibinə bir 50 qəpik pul qoya bilmirəm. Yəni mənim bu dövlətin hansı ki bu atributlarını daşıyıram mən. Bəlkə də bunun bir dənəsini kiməsə yalvarıb ki, mənə verginə yox. Bunu mənə xidmətimə görə veriblər. Bu hər adama verilmir. Dövlətimiz verib. Dövlətimiz veribdir. Dövlətimiz, cənab prezidentimiz, Müdafiə nazirimiz, yəni bunlar mənə hörmət qoyub, seçilib, fərqləndiyimə görə, iştirak etdiyimə görə bu medalları mənə veriblər. Mən bir dəfə köməklik olunub Goranboyların icra başçısı tərəfindən. Nə üçün? Mən sadəcə bu verilən kağızları gedib Bakıda, Məşdağada yatmaq üçün yol pulu tapa bilmirdim. Sadəcə onun üçün mənə bir dəfə köməklik olundu. Neçə il bundan əvvəl? 2021-ci il. Nə cür köməkli olundu sizə? Nə kömək elədilər? Yəni mən yazılı şəkildə ərizə ilə müraciət elədim Qızılazılı icra nümayəndəsinə. Oradan məni çağırdılar. Yox, 20 gün, 25 gün gözlədim. Gördüm bir səs-küy çıxmır ki, yəni dövlət tərəfindən mənə köməklik olunsun. İcra başçısı Məhrəm Quliyevin qəbul günlərinin birində mən getdim hətta ora, Məhrəm müəllimin qəbuluna. Orada mən sözümü dedim ki, yəni mən müraciət eləmişəm də ərizə ilə. Məni oradan uzaqlaşdırmaq istəyirdilər ki, sən getmə qəbuluna, biz özümüz yoluna qoyacağıq. Mən də bilirəm ki, bu məni başlarından eləyirlər də. Yəni yoluna qoyasa olsalar 20 gündür mən müraciət eləmişəm, bəs mən ölürəm axı. Mən getməli istəyirəm, mənim müalicə olmalıdır. Mənim cibimdə pul yoxdur, mənim ailəm özü də 3-cü qrup əlildir yoldaşımda. Mən 2 uşaq böyüdürəm bu vətənə. Bir oğul evladıdır. Bəs səhər bu gedib hansısa mən bunun yanında vətəndən, xidmətdən, nə bilim, döyüşdən danışanda bu uşaq mənə baxır, uşaq mənə deyir, ata sən deyir, mənə nəsə al deyəndə, mən ona həmişə demişəm, qoy pensiyamı alım, sənə nəsə alacam. Hətta mən o uşaqla oturub diyalog qura bilmirəm. Uşaq deyir ki, yoldaşlarını da deyir ki, atam pensiyasını alanda mənə nəsə alacaq. 80 manatda pensiyanız. Başqa pul yoxdur. Pensiya deyil, o kommunal xidmətdir. 80 manat. Başqa yerdən pul yox. Başqa yerdən də 1 manat mən nə qazanmıram, nə gəlir. Mən hansı işin yiyəsiyəm, hansı sənətin yiyəsiyəm. Mən heç bir hökumət işinə qəbul eləmirlər. Mehdi, indi sizin müraciətiniz nədir qadağım? Onu deyin. Ən ağır diaqnozlar qoyulub. Bugün onun keçirdiyi ağır döyüş yolu, yaraları hər birimizin qəlbinə toxunur. Əlbəttə. Və həqiqətən mənə çox təsir elədi bir insan olaraq hələ hər şeyi o tərəfə qoysaq. O bizi döyüş yolunda vətənini, xalqını qoruduğu, müdafiə elədiyi kimi biz də buradan vətən uğrunda döyüşən
qəhrəmanımız Mehdi Mehdiyevə kömək olmalıyıq və onun səsinə səs verməliyik. Düzdür. Bütün aidiyyatı qurumlara kömək istəməliyik onun üçün. Yəni bu insan vətənini qoruyubsa, bir oğul evladı böyüyüb, səhəri günü vətənə əskər kimi göndərəcəksə də, o bu gün vətənindəki qurumlarda, aidiyyatı qurumlarda işləyən hər bir vətəndaş, hər bir vəzifə üzrə ona kömək olmalıdır. Bu gün o insan çox əziyyət çəkir. Bilmirəm kameradan yansıyır yoxsa yox, o insan danışdıqca onun əlləri əsir. Əsir. Həqiqətən mənə çox pis təsir eləyir. Yəni biz onun Allah səsinə kömək səs verməliyik. Yəni bu insan bundan artıq danışa bilmir. Bəlkə də görünüşcə sağlam görsənə bilər, amma o insan çox, yəni sağlam mühitdə yaşamır bu insan. Yəni biz buna dəstək olmalıyıq. Mən dövlətimizdən heç nə istəmirəm də, mən pul istəmirəm də, hansısa bir mənim istədiyim dəstək olur ki, mənə qoyulan bu diaqnoz ya əksini tapsın, yəni baş kəllə beyin travması qoyulub, mənə qoyulan diaqnoz əksini tapmır. Mənə təqaüdlə təmin olunmamışam. Bu sənətimi, mən vəsiqəmi gedib hansısa bir zavoda verə bilmirəm ki, məni adicə hardasa qapının ağzında bir qeydiyyatçı kimi saxlayır, işə götür, ayda 200 manat ver. Yəni, o mənə əl vermir də, yəni bu şəhadətnamə çıxarılıb ki, mənim başımda yəni bu kəllə beyin travması var, olmaz. Mənim ağzımda 32 dişdən cəmi 5-6 dənə diş qalıb sadəcə olaraq. Döyüşdə hamısı tökülübdür. Belə protezdir mənim dişlərim. 40 yaşım yoxdur mənim dişlərim protezdir. Mən də istəyirəm hansısa Azərbaycan vətəndaşı kimi yaxşı yaşayayım. Kimlər kimisə demirəm, yəni deyirəm hansısa Azərbaycan... Orta səviyyədə yaşamalısınız. Biz neft-qaz ölkəsində yaşayan vətəndaşlarıq. Bizim heç nəyimiz yoxdur. Mən borc istəyə bilmirəm heç kimdən, çünki mən onu qaytara bilməyəcəm. Mən nəyə görə mən kiməsə deyim ki, mənə pul ver ki, mənim uşağıma gedim nəsə alım. Mən dövlətimdən istəyirəm ki, mənə təqaüdümlə təmin eləsin. Mən də oturum övladlarımı böyüdüm, heç olmasa. Mən bundan artıq mənim heç bir istəyim yoxdur. Ya da bu şəhadətnaməni dəyişsinlər, təzədən məni orada sıralarına qaytarsınlar. Əgər yarayıramsa, təkrar yoxlanış keçirsinlər. Yarayıramsa, məni təkrar qaytarsınlar, 14 il xidmətim var. Xidmətimin davamının arxasını davam edim. Qanuni şəkildə mən təqaüdümü alım. Yəni, mən yararsız şəkildə mən heç bir iş görə bilməm, amma cənab prezidentimizdən, Mehriban xanım Əliyevadan xahiş edirəm ki, Aidiyyatı orqanlardan tabii. bütün aidiyyatı orqanlardan. Biz gələndə Mehdini yataqdan biz zorla qaldırdıq. Ona görə ki, yoldaşı bizə müraciət elədi ki, Mehdi Mehdiyevin vəziyyəti çox pisdir. Həyatdan küskün bir insan kimi yeri gələndə min liraq istəyir ki, özünü suiqəst eləyə. Ona görə ki, biz bu günləri hər bir vətəndaşımız bunların hesabına bu dəqiqə azada hərlənirik. 2020-ci il hara, indi 2025-ci ildə biz deyə bilərik ki, biz fəxr edirik ki, biz Azərbaycanlıyıq. Prezidentimizin dəmir yorulmuqları olanların bir sistemi də bu insan olub. Canından, qanından, ailəsini ac qoyub, neçə günlərlə səngərdə yatmış insandır. Ya lazım olanda evinə gəlmək məqamında zəng ediblər ki, filan yerdə yaralı var. Gedib yaralıların neçəsini çıxardıb, gətirib, bəlkə də bu getməsəydi həmən insanlarımız şəhid olardı. Bilirsiniz nə var? Bu bizə müraciət edəndə bir neçə gün bundan əvvəl mən dedim ki, gələr, yoldaşım müraciət elədi. Öz aramızda bunun evinə 80 manatdan başqa pul gəlmir. Bu, bugün üçün özünə yeri gələndə çox pis edir. Ona görə ki, sizə bələdiyyə tərəfindən, icra nümayəndəsi, icra deyirlər bu, Soveti tərəfindən heç bir köməkdarlıq eləmir. Elə deyilmi? Bax, yeri gələndə biz başqa rayonlarda da oluruq. Biz Azərbaycanın hər bir toçkalarında bizim jurnalistlərimiz var. Biz gedirik, gəlirik. Biz hər bir rayonlarda, hər bir qəsəbələrdə, hər bir kətlərdə Mehdi kimi veteranlarımızın, qazilərimizin evinə gedəndə orada bütün
Orada orqan işləri hamısı orada olur. Nə lazımdırsa da onu əməl edirlər. Həm də bizim Gəlinboy rayonunun Qızılacıq qəsəbəsində düz deyil, pis çıxsa da mən bu sözü deyəcəm. Elə bil yine ki Mehdi bizim xalq düşmanımızdır. Xeyr, Mehdi bizim qəhrəmanımızdır, milli qəhrəmanımızdır. Mehdi neçə il bundan qabaq mən başqa qurumda işləyəndə özünü yandırırdı. Bax özü desin, mən apardım icra hakimiyyətinin qəbuluna ki, buna kömək edin. Kömək etdilər. Orada icrada işləyən bir insan vardı. Dedi ki, nədir yetəriniz bura gəlir. Mən dedim ki, vaxt sizin qapınıza, evinizə gedib nəsə bir şey istəyəndə, dövlətin idarəsi də dövlətində öz aramızdır. Milli qəhrəmanımızdır. Milli qəhrəman elə gələk, nəsə də şəhid ola şəhidlik adından pul verirlər. Bunun ailəsi var, uşağı var. Bunun bax dokumentlərini sən Güneşə xanım, xahiş edirəm. Bunun görün nəyə əksikdir. Bax, Gərdə yatırsınız da, Bakıda yatırsınız. Gəncədə yatır. Gəlinboyda neçə dəfələrlə yatır. Bu insana başqa nə lazımdırsa da, aidiyyəti orqanlar desin, bu da getsin, dokumenti düzəltsin ki, buna heç olmasa qazilik verilsin ki, bu ailəsini, 2 dənə evladını dolandırsın. Bax, mən dediyimiz oldu. Dərmanların hamısının istəyir. Bilirəm, dedim, mən birinci çəkilişdə demişim. Hamısının istəyir, heç onun pulunu verməyiblər. Öz aramızda belə olmalıdır mı? Getsən dövlətinə, xalqına, canından, öz aramızda, bəlkə də şəhid olaydı, canından keçib, biz gələndə zorla qaldırmışıq. Axırda deyim ki, get, üzünün başını yüz gətirəm, sizdən istəyirəm ki, intervyu, qəbul eləmirdi. Dedim, mən həyatdan küsmüşəm, nəyə görə? Cavan adamdır, bunun gələcəyi var, bu evladı, öz aramızda, hansı bir evlad istəyər ki, atasız böyüyə, anasız böyüyə? Ona görə də bax, belə insanların qədrini bilmək lazım. Nəinki burada Azərbaycanımızın hər bir toçkasında belə insanlara kömək, necə əlimizdən gələn köməkliyi etmək lazımdır. Yaxınlarda biri var, deyir ki, mən, qardaşım deyir, ikisi deyir, orduda olub. Yaxşı, qardaşım orduda olub, müharibə vaxtı, sən özün müharibə vaxtı düşürdün, niyə getmədin? 2020-ci ildə 44 günlük müharibədə evlatlarım düşürdü. Haradaydı? Canla başına 12-14 il slujba edik də, dövlətimizə xidmət edik. Belə insanların qədrini bilmək lazımdır. O məmur balalar da, başqalar da harada olsa dolanacaqlar. Mən şəxsən bu günləri Mehdi kimi qardaşlardan, Mehdi kimi insanlardan gəlib belə canlı, necə deyim, nətər deyərləri, az da olsa, yardımım toxunursa da, mən özümü əsl Azərbaycanlı kimi bir fəxr edirəm ki, mən Azərbaycanlıyam. Mehdi, sənin haqqında biz bax, burada çəkilən çəkilişləri aidiyyəti orqanlara göndərəcəyik. Necə lazımdırsa da, ondan sonra lazımı yerlərə sizin özünüz bir yerdə olmaqla müraciət edib, sizin qaziliyinizi, sizə qazi dölsünüz də istəməyin. Deyən, məni aparın, yoxlayın. Əgər mənim özümü idarə edirsə də, qaytarın gedim, orada slujba edeyim. Slujbamı davam edim. Mən 102 xəbər inform xəbər TV-nin müxbiri, 102 xəbər inform xəbər TV-nin müdürü Azər müəllim başda olmaqla çəkilişimizi etdi. Gülöyşə İlham qızı bizim efir aparıcımızdır. Mən xahiş etdim ki, gəlin burada bizdən çəkiliş edək. Ona görə mən öz adımdan Gülöyşə xanıma da minnətdarlıq edirəm ki, mənim sözümü yerə salmadı, gəldik. Mehdinin, bax, bu az da olsa dərdinə şərik olur. Bax, bu da yoldaşıdır, o da qızıdır, oğul da çöldədir. Mən oğlunun üstündəki paltara baxdım, mənim ürəyim ağrıdı. Bir dəqiqədə özümdən açığı, mən belə bilsəydim, başqa cür gələrdim. Birdən-birə gəldik, sağlıq olsun. Bir də gələrik, yenə deyirəm Mehdi. Allah sənə uzun ömür versin, can sağlığı, aidiyyəti orqanlar nə cavab versələr, sizin haqqınızda nə lazımdırsa da biz əlimizdən gələni əsirgəməyəcəyik. Başqa Gülöyşə xanım, sizin sözünüz varsa da deyin. Mənim də sözüm odur ki, mən də bugün bizim üçün, bizim vətənimizin uğrunda canından qanından keçməyə hazır olan Mehdi qardaşımıza dövlətimizdən dəstək olmağını çox xahiş eləyərdim. Oldu. Sənin nə sözün var? Xahiş edirəm, baxsınlar da vəziyyətini görürsünüz, dərmanlarını görürsünüz. Xahiş edirəm, buna bir əlac qırsınlar. Bir əlac eləsinlər. Aidiyyəti orqanları biz məlumatımızı ötürərik. Lazımlı kimi cavab verirlər. Mehdi də Allah qoysa bir də gələndə görərik ki, qazilik ailəmizin
Onu qeyd edeyim, valla əsəbləşəndə güclə. Bilir ki, o deyir, niyə? İnansız, Özünün mən arasında evdə bu olm- zorla durur, bu əsl evdə məsələ. olmasam inansız o uşaqlar. Bilirəm, niyə demirsən, Çox deyir, çox nə pis var deyir. vəziyyətdə, Allahın olsun. Gecə mənim durur, gözüm elə ondadır ki, çıxar. Heç niyə demirsən bizim bura gəlməyimizə Mehdi razı deyil, Allah gəlmir. razı deyil. Allah Həyatdan razı küsüb deyil. belə olmalıdır. Həyatdan küsüb və deyirəm, bax gedək aparım, gedək görsünlər vəziyyətim nədir də, sən haqqını tələb Ay, edirsən, sağ ol. ağrıların çox Olur. bilsən. O Deyir, birisilə yox, kimi mən ev gedir almırsan kimə- ki, dokumental alırsan. Gedir da. mən deyir ki, mən müraciəti gedirik də nə deyirlər. Gedir deyir ki, vermirlər də düşmür. Belə danışmaq lazım deyil. Bunun içini bilin. Əgər məsəl üçün bu sənəd səhvdirsə bu sənədi buna verməzlər. Yox, verirlər. Sənətdən mən bilirəm. Bunun ağrısı yoxdursa dövlət mənim 2021-ci ildən mən bilirəm bunun vəziyyətinə dövlət yerlədir. bilmirmiş ki, Mən bu elə bildim xəstədir. düzəlib bunun işi ki, ya qazilik alıb. Yox, Yəni yox. 5 Şumat ailəsinə. Bu demir ki, mənim deyir canım olsa ki, mən razı deyiləm kimə Heç gedim. nə eləmək Bilirəm, istəyirəm, bilirəm. ancaq ölüm istəyirəm. Bəs Biz o Allah cavan eləsin. yaşındakı körpə balam yazıq deyil o. O vuruşduğu kimi bunun haqqını tələb edir. Düzdür, başqa nə Başqa bir istəyirsin, heç nə olmur, nə istəmir. istəyir? Bu sağlamdırsa desin sağlamdır. Sağlam deyilsə xahiş edirəm bunu bir əlac eləsinlər. Oldu. Mehdi, ayrı başqa sözün var mı qədəyin? Nə sözün var? Sözüm yoxdur mənə. Zaten zorluq yenə deyirəm ya. Kömək edir. Həyatdan çox pis deyil. Çox. Pis bilirəm, Həyatdan bilirəm. çox. And Allah'a Heç bir dəfə kimsə